Salam əziz və hörmətli dostlar ki, gələcəksiniz, live baxacaqsınız ya sıra baxacaqsınız. Hər halda, hər zaman ki baxsınız buna sizə can sağlığı arzuluram və umaram ki, hər halda şəfis saz olsun. Bilirsiniz, xəbərlər çox acı xəbərlər gəlir, amma milli hərəkət dediyimiz düşüncə bir soruya cavab verməlidir. %100 Afganistan, yəni Taliban Amerikanın, İranın önündə bir, mənim nəzərimə, bir taza stratejisidir. İranın müharib üçün, İranın başını qatmaq üçün və İranı hətta ağır dərdi sirə salmaq üçün, bilirsiniz, Amerika Afganistandan çəkildi və Talibana yaşıl çıraq göndərdi, göstərdi ki, gəlin və Afganistan alın. Mən bir 20 dəqiqə bundan qabaq eşitdiyim xəbərə görə Əşrəf Qəni, Afganistanın prezidenti, qaçmış və Kabul mühasirədədir. Əgər bu xəbər doğru olursa, demək olar ki, gələn 10-15 gündə Afganistan Talibanın əlinə düşəcəkdir və Taliban bir düşməni var. Həm rəqibdir, həm düşməndir. O nədir? Şiəlik düşmənidir, rəqibi də Cumhur İslamidir. Bu rəqibi aradan götürmək məcburiyyətindədir. Çünki bu rəqib böyük xətərdir Afganistana və Afganistanlılara, Talibanda o xətəri bilir. Düzdür, İran indi çalışır ki, Afganistandan tərəfdarlıq eləməklə, onun yanında durmaqla, yəni Talibanın yanında durmaqla onları nə bilim, bəzi şeylərdən mübərra etmək dəsturları ilə ki, mətbuata veriblər. Talibanın himayəsini qazana, tərəfsizliğin qazana. Amma mənim nəzərimə gəlir ki, Taliban böyük bir gücdür, xilafət iddiası var və bu, bilirsiniz, keçən 20-30 ildə ölməyibdir. Afganistanda dövlətin bir hər halda bir quşəsin Afganistanı idarə edirdi. Bu təbliğata baxaraq, baxmayaraq, bunlar İrana süzüləcəklər. Neçə dəlil vardı? Bir bu ki, sünni məzhəb İranlılar İrandan narazıdırlar. İran içəridə çox bir zor durumdadır. Yəni, İran içəridə təcziyə olmuş bir şəkildədir. Ruhi, rəvani şəkildə İranda olan millətlər bir-birinin ayrıdırlar. Yəni, farsların heç müttəhidi yoxdur. Türklər ayrıdır farslardan, ərəblər ayrıdır farslardan, bəluçlar ayrıdır farslardan, türkəmənlər ayrıdır farslardan, lorlar ayrıdırlar farslardan, qəşqailər ayrıdırlar farslardan, giləklər ayrıdırlar, mazənilər ayrıdırlar, talişlər ayrıdırlar. Hamısı İran dövlətindən və İran sistemindən, panfarsizmdən ayrıdırlar və panfarsizm dövlətli təhdir. Həman ki, Əşrəf Qəni də Afqanistanda federalizmi düz icra eləmədiyi üçün fəsad, rişvət, ixtilas, öz ağazadələri eşikdə olduğu üçün bu cür indi Afganistanlılar əslində o bəzi videoları görürük, onları kənara qoysaq və dünənki gələn videolara, taza videolara baxsaq, şəhər işğal olandan sonra gediblər və qurban kəsirlər Talibanın qabağında. Bu da bir cəryandır. Biz bilmirik ki, vaqiyyətdə biz bilmirik bu videoların hangi tərəfi düzdür. Çünki mütəxəssislər gərək baxalar və mən mütəxəssis deyirəm, normalda dostlarımız da mütəxəssis deyirlər. Mən bir nəfər tanımıram ki, video məsələsi ola bilər ki, məsələn, bu video doğrudan, məsələn, gediblər Talibanlar 12 yaşında qızları alırlar ya yox, ya da ki, elə bu, məsələn, bir uşağı dədəsi vurur, ya bir özgəsi vurur, oradan bir film götürüblər beləsi. Amma hər halda bunların ola da bilər, olmaz da bilər, mən bunları bəhs eləmirəm, mənim bəhsim deyil. Bəhsim budur, hərəkət milli nə edəcək? Əgər İran Afganistandan savaşa girə, yəni panfarsılar və pan-İranistlər Afganistandan və Talibandan savaşa girələr, milli hərəkət, türklər harada duracaq? Mənim nəzərim budur ki, biz mütləqa panfarsizmin və pan-İranistlərin yanında durmamalıyıq. Biz evlatlarımıza, əgər sərbazdılar indi isə deməliyik, qeydin, qaçın gedin Türkiyəyə. Çox baxın, mən sizə ərz edeyim. Evlatlarınıza deyin, qaçın gedin Türkiyəyə, deyin ki, biz istəmirik müsəlmanlarla savaşaq, biz istəmirik türklərlə savaşaq, İran istir bizi, və biz farslarla müxalifik.
biz Fars hökuməti ilə müxalifuq. Gedin Türkiyədə, gedin Azərbaycanda pənahəndəlik alın, yaşayın. Uşaqlarınız yesinlər, orada yaşasınlar, sərbazlıq eləməsinlər pan-farslılara və pan-iranistlərə və İran dövlətinə. Bu sistemə sərbazlıq eləyib və onun yolunda ölməsinlər. Onlar bizim şəhidimiz deyil. Mənim nəzərim budur. Dostları çağırıram ki, bu bəhsi ortaya qoyun. Bu bəhs ciddi bəhs olmalıdır. Bizim komünitimizə girməlidir, camiəmizə girməlidir. Bu bəhs ciddi bəhs olunmalıdır. Bu günkü. Amma gedək kitabımıza. Bildiyiniz kimi mən gündə bu zamanlar kitab oxumağa cəhd edirəm. Türklüyün əsasları kitabımızın adı Ziya Gökalp 100 il bundan öncə yazıbdır. 50-ci səhifənin ortalarından davam etməyə çalışacağam. Dünənləri girdik Durkimin nəzərinə, əgər iştibah eləməsəm, dedik ki, Durkim necə düşünür, oradan qoyduq qaldı və dedik ki, bu günləri Durkimin nəzərlərini deyərik. Dedik ki, Durkim, Marks dedi ki, insan həyatında və toplumlarda əsl və paya şeydir, ekonomik, iqtisaddır. Və hər nə ondan sonra siz görürsünüz, onlar iqtisadın kölgəsidir. Yazarımız dedi ki, iqtisadın kölgəsinin mənası budur ki, o kölgə bir iş görə bilməz, bir təsir qoya bilməz iqtisadın üstünə. Amma biz görürük ki, əxlaqdır, dindir, dildir, ağıldır, hünərdir. Bunlar iqtisada təsir qoyurlar. Sonra gəldi Durkimin nəzərində, dedi ki, Durkim deyir ki, bu cür deyil ki, iqtisad mütləqa təsiri olsun, o birisilərin təsiri olmasın. Bunun üçün o mütəqiddir ki, çox hamısının təsiri vardı camiədə və iqtisadda daha belə, və iqtisadında onların təsiri var. Amma sonrasında dedi ki, iqtisadın təsiri daha çoxdur. Xüsusən modern camiələrdə bu çox görsənir. İndi buradan deyir ki, bununla bərabər, yəni bununla bərabər ki, iqtisadın önəmi çoxdur. Durkim də bütün sosial olayları bir tək əslə yendirir. Yenə də axirində dedi ki, Marks dedi ki, təkəl, yəni inhisar var, iqtisadın əlindədir. Dedi, Durkim iqtisada təkələ etiqadı yoxdur, amma indi burada görün nə deyir. Deyir, bununla bərabər Durkim də bütün sosial olayları bir tək əslə yendirir. Deyir, bununla belə ki, belə bir etiqadı var idi, amma gəlir sonunda deyir ki, sosial olayları, ictimai olayları bir tək əslə yendirir. Bir tək usuldan birinə, bir əslə yendirir. Nə deyir? Deyir, bu tək əsl kollektiv təsəvvürlardır. Deyir ki, o tək əsl nə mənədir? Kollektiv təsəvvürlar. Kollektiv, qabaqca mən demişəm, bir yerdə deyim, kollektivin indi latincəsi ya hər necəsidir, bəli kollektivdəndir. Kollektiv sözü yəni kolliyyət, hamılıcaq, bütünlükdə. İndi təsəvvürdəki bir ruhda xiyal, düşüncə, o şey ki zehnimizdə var. Bəlkə aydın deyil, amma var. O təsəvvür. Deyir ki, nədir? Kollektiv təsəvvür, yəni camiə külliyyətində bir təsəvvürü var özünün. Deyir, yendirir bunu ona. Deyir ki, əsli nədir? O insanların külliyyətdə olan təsəvvürüdür. Hamısının birlikdə bir müştərək təsəvvürləri olsa, o əsasdır. Yəni, sosialist iqtisad deyil. Bəlkə onların kolli... İndi diqqət buyurun, burada insanın orada Marks eşikdə iqtisada insandan xaricdə olan bir şeyə ki, insana ola bilər tək-tək insanlara, bireylərə. Həm əlaqəsi olsun, həm olmasın. İqtisad odur. Və ürətim xüsusilə, tükətim yox. Xüsusən ürətimdə, ola bilər mən məsələn, ürətimdə o qədər rolum yoxdur. Tükətimdə rolum var, qətlən mən yeyirəm, içirəm, giyirəm. Bunlar mənim məsrəflərimdir. Evə vəsail alıram falan. Bunlar əşya ki, ev alıram. Bunlar hamısı tükətimdir. Yəni, mən məsrəf edirəm. Amma tualetdə mümkündür, mən araba tualet eləmir.
Tamam. İndi bəli Durkheim bir ayrı əsr gətirir. Deyir ki, o camiənin, toplumunun, yəni kolli türklər ki Azərbaycandadılar ya İrandadılar, bunların zehnində bir təsəvvürlər var. O təsəvvürlərin hamısı birlikdə əsasdır. Əsl bu təsəvvürdür. İndi diqqət buyurun. İqtisad olanda bizim iradəmizdən xaric olur. İqtisadın değişmağına bağlanır. İqtisad değişəndə camiədə değişəcəkdir. Amma bizim təsəvvürlərimizə bağlı olanda, əgər bizim təsəvvürlərimiz geri qalıcıdır, özümüz də geri qalacağıq. Əgər təsəvvürlərimiz sındırıcı, geçicidir, camiəmiz də keçəcək qabağa. Teknolojimiz də, sənətimiz də, hər şeyimiz də keçəcəkdir. Məncə bu ikisinin ortası ola bilər. Yəni iqtisad və təsəvvürlər. Çünki bəzən təsəvvürləri iqtisad treni, qətarı alır yoluna, çəkir qabağa. Çünki iqtisad özü bir zurd. Məsələn, kompüter gəlməklə bizim fikrimizi aparır qabağa. Bu bir tərəfdir. Bir də kollektiv bir təsəvvür var. Məsələn, biz indi azadlıq istiyoruz. Ana dil istiyoruz. Yəni bunlar o şey ki, indi İranda deyə bilirik millətlər arasında vardı. Hüquq-i milli istiyoruz. Hakimiyyət milli istiyoruz. Bunlar da o milli təsəvvürlərdir. Diqqət buyursaz, məsələn, Bəluçlarda da bu var, Ərəblərdə də var, Kürdlərdə də var, Türkmənlərdə də var. Biz Türklər, hamı Türklərdə var. Türkmən deyəndə görə hamı Türklərdə də var. Bu o kollektiv təsəvvürdür. Yəni bizim zehnimizdə bir milli hakimiyyət, bir istiqlaliyyət, bir azadlıq, bir demokrasi, bir hüquqi bəşər. Bunlar bizim zehnimizdə kollektiv təsəvvürlərdir. Məsələn, Azərbaycanla Ermənistan savaşanda, 2-ci savaşı ərz edirəm. Məsələn, bizim Türklərin külliyyət təsəvvürü Azərbaycanın yanındaydı. Ya görürük ki, məsələn, indi Əfqanistan məsələsində biz hardayıq, bunu bəhs eləyəcək bir kollektiv təsəvvür buradan yaranacaqdır ki, biz İranın yanında durmalıyıq ya durmamalıyıq. Necə ki, Ermənistan-Azərbaycan savaşında biz İranın yanında durmadıq, bunu əmələn də görsətdik, kollektiv təsəvvür olardı. Mənim nəzərimcən biz İran-Əfqanistan savaşında, İran Talibanı ilə Əfqanistan Talibanının savaşında biz qət'a heç bir evladımızı sərbaz qoymamalıyıq. Bizim ordumuz, ordu mənsublarımız, yəni İran ordusunda olan mənsublarımız ya qaçmalıdırlar ya da tərəfsiz qalmalıdırlar. Bilirəm, çox çətindir. Bu orduda imkansız bir şeydir, mən istəyirəm. Amma oradan ki, mümkündür, qaça bilərlər. Yəni qaçmaq sistem. Düz indi qaçsaq nə olar? İran hökuməti süqut eləsin. İran hökuməti süqut eləsə bizim nəfimizədir. Biz fori öz qüdrətimizi qurarıq. Bu mənim düşüncəm. Durkheim'in nəzərini danışırdım. Durkheim deyir ki, pəs bizim bir dənə bir şey var, amil var. O amil nədir? Bizim kollektiv təsəvvürümüz, yəni cəmi Türk milləti olaraq bizim təsəvvürlərimizdən ibarət bir əsas vardır. Bu termin dedik, bu sözün, yəni bu kollektiv təsəvvür ki, bunun tərifindən ziyadə örnəklərlə açıqlaması mümkündür. Deyir ki, bu kollektiv təsəvvürü ki, mən də misallarla dedim və tərif eləməyə çağırdım ki, bütün millətin, yaxşı ki, bütünlüğü yox, çoxluğunun, kollektiv çoxluğunun bir düşüncəsi var. Onun tərifin, mən bunu tərif elədim. Misallar da vurdum, neçə dənə misal da vurdum. İndi bu deyir ki, bu terminin, bu kollektiv təsəvvürün ki, Durkheim mütəqiddir, onun tərif eləməkdən çox, onun tərifindən, yəni açıqlamasından çox örnəklər, misallarla açıqlası mümkündür. Çox deyir, biz onu daha açıqlamaq üçün gərək misal gətirək. Bu səbəblə bir neçə örnək verərək kollektiv təsəvvürlərin nə demək olduğunu anlatmağa çalışacağım. Yazarımız deyir ki, bu səbəblə, yəni bu dəlildən dolayı ki, onun tərifi çətindir, misallarla açıqlaya bilən, bu səbəblə, yəni bu vəsilə ilə bir neçə örnək verərək, bir neçə nümunə, örnək, moş nümunəyi xərvar farslar deyirlər, bir neçə avuc buğda verərək
kollektiv təsəvvürlərin nə demək olduğunu anlatmağa çalışacağım. Məsələn, demişəm ki, qabaqda məşrutiyyət birinci dəfə Osmanlıda başlayıbdı və 2-3 mərhələ keçirdi. Dəqiqən bu mərhələləri bizə deməzlər İranda. Necə ki, İranda məşrutiyyət 2-3 mərhələ keçirdibdi. Bir, pişa məşrutə var ki, məşrutənin payaları, binövrələri qoyulur, kollektiv təsəvvür yaratmağa çalışır. Nasirəddin Şahdan başlayır, teknoloji ilə başlayırsa, iqtisadla başlayır. Dünyadan yeni fikirləri, düşüncələri gətirir ki, məşrutə də onların biridir. Bunları gətirir içəriyə. Sonra məşrutənin şahzadələr və Qacar dövləti tərəfindən müdiriyyət olmasıdır, təhəssün olmasıdır. Məscidlərdə, sifarətlərdə, o cümlədən İngilis sifarətində və Osmanlı sifarətində. Niyə Osmanlı sifarətində və İngilis sifarətində? Çünki Osmanlıda məşrutə cərəyandadır. Məşrutə əlan hərəkət olur. İnsanlar o ülgünü zehnilərində var. Bu ülgü yaxında. Bir də İngilistanda da ki, neçə yüz il qabaq olubdu, bir konstitusyon, məşrutə qanunu olduğu üçün, əlbəttə bilirik, orada qanun yoxdur. Qanunun əsası yoxdur. Amma bir qanunlar var. Yəni, bu məmləkət keçən 700 ildə Cromwell'dən bu cürə qanunla idarə. Amma bir də qanunlar yazılı qanunlar deyil. Yazılı qanunların əlavə qırağında yazılmamış qanunlar da var ki, sünnətlər, adətlər, rəsmi rüsum, tarix bunları gətirir özünü. İndi bunları bizə deyiblər. Sonra məşrutənin imzalanmağı. Məşrutə imzalanmır, calibdir, diqqət buyurun. Əslən, Müzəffərdin Şah məşrutə adında bir şeyi imzalamır. İmzası budur ki, filan təbəqələrin nümayəndələri keçsinlər, bir məclis qursunlar və bizim islahatımıza, diqqət buyurun, o fərmanda deyir ki, bizim islahatımıza və dövlətin islahatına reform yardımcı olsun məclis. Yəni, bu dövlət, yəni Şahanşah deyir ki, Türk İmparatoru deyir ki, islahatı biz Nasirəddin Şahdan başlamışıq, devam edir. Amma indi ki, bir əlində təmayülü var, bu kollektiv fikir yaradılıb ki, məşrutə qanun istəyirlər, məşrutə istənmir, diqqət buyurun, məşrutədən söz yoxdur, qanun istənir, divan, ədalətxana istənilir, yəni qanun mədəni istənilir. Bu, Şah onlara deyir ki, biz islahat edirik, məclis də gəlsin, islahata köməklik eləsin. Kim deyir məşrutə konstitusyon? Kim bunu deyir? Məhəmməd Əli Şah. Həman ki, farslar onu bizə diktator deyirlər. Təbrizdə də məşruti ilə müxalif idi, burada da müxalif idi. O halda ki, Təbrizdə Azərbaycanlılar gediblər Osmanlı səfirliyinə. Və görürük ki, məşrutə tərəfdarıdırlar. Və görürük ki, vəliəhd ki, həman Məhəmməd Əli Şahdır, birinci dəfə məşrutə sözünü işlədir və rəsmiyyətə tanır. Və Şah öləndən sonra məşrutənin məclisin və qanunların 2-lə yaxın icraya aparır. Və 2-lin içində məclisdəki nümayəndələr ki, farslılar %90-ı müsəlləh olurlar və müsəlləh terror qrupları yaradırlar və Şahı öldürməyə, hər tamami iyalətlərdə savaş yaratmağa çalışırlar, qəhətlik yaratmağa çalışdırırlar və Tehranda da, paytaxtda da Şahı öldürməyə 2 dəfə cəhd edirlər. Farsla Türkün savaşı burada ortaya çıxır. Təbriz buracan sakitdir. Təbriz buracan qətlən sakitdir. Çünki məşrutənin Türk imparatorluğunun tərəfdarıdır. Əslən siz görməsiniz, Təbriz bu müddətdə məşrutə davam edir. Məsələn, Məhəmməd Əli Şahın ziddinə bir telqraf yazması olsun. Bunları farslılar bizə deməzlər. Onlar fəqət deyirlər, Məhəmməd Əli Şah Təbrizdən müxalif idi. O halda ki, belə bir şey yoxdur. Məhəmməd Əli Şah əvvəlin kəsdir ki, Təbrizdən telqraf yazır vəzirə, Şahın vəzirinə, dədəsinin vəzirinə və ona deyir ki, məşrutəni mən filan bəhmanlı yazır, bunu yazır. Sonra da 2 dəfə terrordan sonra deyir ki, dövlət məmurudur hər halda, bunun sistemi ittilatısı var özünün.
Gəlirlər buna deyirlər ki, xəbər verirlər ki, farslar kodita fikrindədirlər. Hökuməti almaq fikrindədirlər. Türklər məclisdə yoxdular. Türklərin Tehrandan fəqət 90 nümayəndə vardı, 80 nümayəndə vardı, nə bilim 60 nümayəndə vardı. Azərbaycan iyalətindən, məmləkətindən, iyalət yox, Azərbaycan məmləkətindən 9-10 nümayəndə hələ gələcəklər. Diqqət buyurursunuz. Budur ki, onlar da bevaq gəlirlər məclisə, amma nəhayətdə onlar da farslar əksəriyyətdə bunları da idarə edirlər, müdiriyyət edirlər. Əqəlliyyət türklər məclisdə. Buradadır ki, padişah o Türk-Fars savaşın məclisdə görür və görür ki, farslar tamam iyalətləri qatıblar bir-birinə. Azərbaycan Türk məmləkətində qatılacaqlar. Buradadır ki, Rusların və İngilislərin təsiri ilə əvəzin ki, gedə onları tuta, o nümayəndələri tuta, çəkə məhkəməyə, silahlı mübarizənin, terrorun ittihamına mühakiməyə verə, gəlir parlamanı bağlamağa cəhd edir. Bəli, bilirik ki, bu mərhəliyəcən heç kəs ölməyibdir. Bu mərhələdə bir tədad ölür, bu mərhələdən sonra savaş başlanır, iç savaş tamam iyalətlərdə başlanır. Farslar Tehranı alırlar, diqqət buyurun. Bu iki deyirlər Təbriz gəlib Tehranı alıb, bu da bizim başımıza böyük qoymaqdır. Təbriz əslən Tehranı almayıbdır. Təbriz Tehranı alandan sonra Səttarxanı dəvət ediblər gəl Tehrana. Niyə? Səni də özümüzün tayı eləyəxsən, Təbriz müqavimət eləməsin. Səttarxan gedir, toğlanır, silahlarını alırlar. Silahlarını alandan sonra Təbriz əlyalın qalır. Təbrizdə alırlar əllərinə, farsların əlinə getirir İran. Və buradan da görürük ki, şahı, Türk şahın dəyişdirməyə cəhd edirlər. Və Əhməd Şah gəlir iş üstünə. Əhməd Şah da uşaqdır, verirlər Rıza Şahın əlinə, 12 yaşı vardı. Və Rıza Şah da bir bir ordu adamıdır. Uşaqlıqdan oqdeyə yekəlibdir. Buna ehtimalən orduda təcavüz olubdur. Pulsuz yekəlib, lat yekəlib, çörəksiz yekəlib, çox kasıb, çox bədbəxt bir ailədədir. Dədə-nənəsi yoxdur və dayısı bunu yekəldir. Dayı dostusu, yəni zəndayı deyirlər farsça indi, bizdə dayı dostu deyirik. Dayı dostusu bunu çox əziyyət verir, evə qoymur, doyuncan çörək vermir, paltarı almırlar, filan almırlar. Küçədə daimən savaşdadır, filanda da bəhmandır. Bu cür bir adam sonra gedir, dədə bu dayısı bunu aparır orduda piş xidmətliğə edir. Yəni çörək qarnına orada bir şey versinlər, bu yesin fəqət. Yəni qarnın doydura bilmir evdə, ya arvadı çörək vermir. Belə bir vəziyyətdə bir adam vardı. Sonra yavaş-yavaş bunu hər nədən dolayı da indi biz buraları gərək dedim, mən bunu bir dostumuza da hətta təklif verdim ki, gəlin Rıza Şahın xatirələri üzündə və Rıza Şaha görə yazılan kitablar əsasında Rıza Şahı analizi rəvani eləyin. Freudun fərziyyələri üzündə. Görək ki, hangi oqdəyi, cinsi oqdəyi, təcavüz oqdəsi ilə bu cürsü olur. Və sonra bilirik ki, çox orduda birlikdə insanları öldürür. Bunu bilirik. Öz adamların, nizamilərini öldürür, tərəfdarlarını öldürür. Birlikdə ayrı adamları öldürür. Orduda bunlar buna təcavüz eləmişlər ya yox. Bunu biz hardan bilə bildik? Buradan bilə bildik ki, görək Rıza Palani o dövrdə ki, orada çörək yemək üçün çalışır. Görək onun o dövrəsində olanlar kimlərdilər. Sonra baxaq görək ki, onlar orduda nə vəziyyətə düşdülər. Öldülər, qaldılar. Oradan bildik ki, Rıza Palaniyə nələri olubdu uşaqlığında 12 yaşı ilə ta 16-18 yaşına qədər ki, özündən difa eləyə və orduya keçə o sinnə qədər. Sonralar da ki, bilirik bu gəlir olur, bir oqdeyi bir adam və türklərlə müxalif olur. Mənim ehtimalım budur ki, ona təcavüz eləyənlər də türk olmuş ola bilər içində. Hər halda oradan da bir oqdəsi ola bilər ki, türklərdən bir intiqam alsın. Mən belə bir teorini atıram ortaya, heç dəlilim də yoxdur. Amma dedim, mən hətta dostların birinə dedim ki, bir 5 milyon tümən də mən verim, sən ki, təxəssüsün rəvanşinasidir, get Freud fərziyyəsi əsasında bu Rıza Şahı bir analizi rəvani elədin. Necə ki, məsələn, Avropada, Amerikada rayicdir, çox rayicdir, bir riştədir əslən ki, zindicinamə əsasına, biografi əsasına geçmişdə olan şəxsiyyətləri rəvanşünaslıq edirlər ki, nədir? Məsələn, misal vurur, məsələn, məşrutiyyətdən öncə də məmləkətimizdə işçilər var idi.
Deyir ki, məşrutiyyətdən öncə də Osmanlıda işçi təbəqəsi var idi. Məmləkətimizdə, yəni kolli o Osmanlıda işçilər var idi. Fəqət bu işçilərin ortaq bilincidə biz işçi sinfi oluştururuq düşüncəsi yoxdur. Deyir ki, bunların ortaq bir düşüncəsi, orada hadedir kollektiv təsəvvür, bunu misal verir. Deyir ki, bu işçilərin bir ortaq təsəvvürü yox idi ki, biz işçi sinfi yox. İşçi sinfi nə deməkdir? Dedim, məsələn, karxanalarda işləyənləri deyir. Burada mənzur odur. Yoxsa məsələn bir dəmirçini demir. Çünki bunlarda ayrı-ayrı işçilərdirlər. O kollektiv təsəvvür oradadır ki, məsələn 100 nəfər, 1000 nəfər bir fabrikada işlir. Fəqət bu işçilərin ortaq bilincində, ortaq şuurunda, bunların ortaq bir düşüncəsində, bilincində biz işçi sınıfını oluştururuq düşüncəsi yox idi. Bunların bəs belə bir ortaq düşüncələri yox idi. Bu düşüncə bulunmadığı üçün o zaman ölkəmizdə işçi sınıfı yox idi. Deyir ki, onların düşüncəsi olmadığı üçün ki biz işçi sınıfıyıq, deyir ki, ölkəmizdə də işçi sınıfı yox idi. Çünki deyir, indi məsələn İranda fikir edin ki, sendika yoxdur. Xaricələrin içində düşüncə var. Ki biz xaricərik, biz müəllimik, bizim sendikamız olmalıdır. Amma dövlət qoymur. Bəli, onlarda var bu düşüncə. Amma bir yox idi. Məsələn, il məhsəlanların əslən düşüncəsi yoxdur ki, biz bir kollektiv biz il məhsəlan olaq və bizim bir müştərək mənafeyimiz vardı. Heç olmasa biz məsələn bir deyək ağa, fərş salanların bu haqqı, hüquqları var. Yenə məşrutiyyətdən öncə məmləkətimizdə bir çox türklər var idi. Deyir ki, Osmanlı imperatorluğunda məşrutiyyətdən öncə qabaq məmləkətimizdə, yəni Osmanlı hakimiyyəti olan torpaqlarda bir çox türklər var idi. Yəni çoxlu torpaqların hamısında türk yaşırdı. Fəqət bunların kollektiv bilincində biz türk milləti heç qavramı bulunmadığı üçün o zaman türk milləti də yoxdur. Mən bu fikrə müxalifəm. Amma bunu deyirəm sizə. Deyir ki, o zaman Osmanlı dövründə bu türk adamların zehnində bəqqal, çəqqal, dəmirçi, tacir, alverçi, mal heyvan saxlayan, hamısı türkdür bunların. Deyir, bunların kollektiv hamısının zehnində bu yox idi ki, biz türkük. Mən türkəm. Biz türkük. Bu yox idi. Çünki dedik qabaqcan. Niyə? Deyirdi ki, Osmanlılar bunlara öyrədirlər ki, siz desəz, əgər bir türkük, Osmanlı parçalanar. Osmanlı parçalanmasın, dağılmasın deyə siz deyəcəksiniz, biz Osmanlıyıq. Bunu istəyir. Burada da bunu deyir. Amma orada deyir ki, kollektiv bir fikir yox idi türklərin içində ki, qavramı bulunmadığı üçün o zaman türk millətdə yox idi. Deyir, o zaman türk millətdə yox idi. Diqqət buyurun. Əcəba, məsələn, indi biz, beləsi deyək, indi bunu biz özümüzün Güney Azərbaycanın üstündə işlədək və İranda yaşayan türklərin üstündə işləyək. Qəşqaylar, Xəliclər, Xorasanda yaşayan türklər, türkəmənlər və Azərbaycanlı türklər. Bunların üstündə bir işlədək, görək ki, bu... İndi biz, məsələn, 20 il bundan qabaq, haray mən türkəm çox yox idi. 30 il deyək bundan qabaq, 40 il bundan qabaq. Əcəba, o zaman türk milləti yox idi. Deyir ki, o zaman əgər insanlar deyirlər, mən İranlıyam, mən Azəriyəm, əgər Azəriliğa və İrançılığa inanırdılar, bunlar əslində türk deyildilər. Ya türklüğü unutmuşdular. Bunların zihnində bir ayrı milliyyətçilik var idi, bir ayrı kollektivlik var idi. İrançılıq, Azərilik. Əgər bunlar indi deyirlər ki, biz haray mən türkəm, bunların kollektiv İrançılığın yanında və Azəriliğin yanında türklük inkişaf edir və türk millətçiliği gəlir işə. Bunu istir deyə. Mən bu cəhətdən müxalifəm ki, yəni o insanlar inkar eləsələr də türkdülər. Məsələn, indi Əfqanistanda mən bir də türklərlə danışırdım özüm ki, bir dənə də onların ictimai bir liderləri var. Mütəəssifanə Taliban gəlsə iş üstə bilmirəm təklifləri nə olacaqdır, ehtimalən qaçmağa məcbur qalacaqlar. Məsələn, onunla danışırdım, deyirdi ki, mən türkü başarmıram, amma türkəm. Deyirdim, niyə? Deyirdi ki, biz
Əfqanistanda çox Əfqanistanlı olmuşuq və fars dilini mənimsəmişik. Onun üçün bizim türkü danışamız çox azdır. Qocalarımız türkü danışa bilirlər. Cavan nəslimiz farsı danışır. Əcəba bu adam ki, dili farslaşıb Əfqanistanda. Amma bilinci var ki, mən türkəm. Əcəba bu türkdür ya yox? Bu mənim etiraz olduğum yer budur. Mən mötəqidəm ki, türkdür. Bunda türk bilinci var. Amma türkü danışamır məsələ. Elmi cəhətdən bir belə yorumlayırıq ki, o zaman türklər bir qavm və budun olaraq yaşayırdılar və millətləşmə sürecinə geçməmişdilər. Azəril. Mütərcim deyir ki, elmi cəhətdən biz belə yorumlayırıq. Yorumlamaq nə demək? Açıqlamaq, tozihdadən farsça. Tozih, izah. Yorumlayırıq, izah, tozihin, şərhin türkçəsidir. Tozih, izah, şərh. Hamısı ərəbidir. Farsça deyil. Yorumlayırıq, belə izah açıqlırıq ki, o zaman türklər bir qavm şəklində. Baxın, dedik, qavmun mənası olduğu üçün Azəril burada yanlış gedir. Budon. Budon gözəldir. Budon sözü, yəni millətin əsli qədimi anlamı budondur. Yəni türkcədə millət sözünün yerinə budon işlənirmiş 2000 il, 2500 il bundan qabaq, İslamdan öncə hətta. Budon sözü. Bud sözü də bundan gəlir. Dostlarımızın birindən mən bu sözü almışdım. Bu kitabda da bunu gördüm. Budon sözü, budon ya budon sözü millət qavramının yerindədir türkçədə. Mən dedim, mənim nəzərimə eldir. İslamdan sonra el işlənir. El sözü millət yerinə işlənir. Budon sözü də əski türkçədən gəlmədi, millət sözüdür. Amma bu düzdür. Budon qovmundan fərqlidir. Budon millətdir. Qovm bir dedik ki, o tedad insanlara itlaq olar ki, onların dədəsi və nənəsi öcək olmadan doğma dədə nənəsi yəni birdir. İndi mənim məsələn ailəmdə ya mənim Mehdi babamdan doğanlar, olanlar, mənim Mehdi babamın nənə xanımısından və özündən doğanlar əmilərimdir, əmoğlamlarımdır. Əmməm bir dana da onun oğludur. Ölübdür, gedibdir əmməm, Allah rəhmət eləsin. Əmilərimdən də biri ölübdür, Allah rəhmət eləsin. Bir yol əmi qızlarımdır və bunların evlatları. Və mənim dədəmdən olan mən və mənim evlatlarım və mənim evlatlarımın evlatları. Bu beləsi olar nə mənə? Bu olar qovm. İndi mənim nənə tərəfimdən gəlsək, mənim nənə tərəfimdən babam 7 arvad alıbdır. Və bunların hərəsindən bir neçə uşağı olubdur. O qəbilə deyil, o qovm deyil daha. Bəlkə qəbilə ola bilər. Amma qovm deyil. Niyə? Çünki öcək nənələrdən, dədələrdən olmadılar. Burada qovm olmur. Bəs qovmun da mənası bu deyil. Burada mütərcim məncə yanlışlıq edir. Hər halda deyir ki, millətləşmə sürecinə getməmişlər. Deyir ki, millətləşmə sürecinə getməmişlər. Burada millətçiliği hüviyyətə agahlıq mənası edir. Diqqət buyurun. Deyir ki, əgər bir millət öz hüviyyətinə agah olursa, öz hüviyyətini bilirsə, öz şuur bilincinə varırsa ki, mən türkəm, mənim toprağım türk toprağıdır, millətim fars millət deyil. Deyir, bu düşüncəyə yetişsə, bunu anlam, millətdir. O halda ki, millətin tərifi fəqət hüviyyət deyil. Fəqət kollektiv bir düşüncə deyil. Bu, öz təriflərinə görə də burada bir nəqd elədik biz bu düşüncəni. Çünki, niyə? Çünki bir topluluq onu təşkil verən fərdilərin, bireylərin ortaq vicdanında bilincili bir biçimdə algılanmadıkça sosial bir sinif özəlliyi qazanmaz. İndi bu adam dedi ki, yəni misal vurur ki, o kollektiv təsəvvürləri istirdi gətirə, gəldi dedi ki, türklər məşrutədən öncə
var idilər, amma öz türkluqlarına agah deyildilər və bundan dolayı da türk milləti yox idi. Mən bunu qəbul etmədim. Mütərcim də bunu tozih elədi, onu da qəbul etmədim. İndi onu tozih verir yazar özü. Çünki bir topluluq dedik bir cəmiyyət, bir millət. Onu təşkil verən bireylər ya fərdilər ərəbcədir, bireylər türk. Bireylərin ortaq vicdanında. Vicdan nə mənə? Beyində bir şey, bir ulaşma, bir fikrin tapılması. Vicdan budur. Vicdan əhəmiyyətli bir şey deyil. Vicdan dəyişər, hər gün dəyişər belə. Çünki hər gün sizin beyninizə bir şey gələr, siz vəcd elərsiniz, onu taparsınız. Vicdan yəni bu beyində tapmaq. Bunu taparsınız, sabahlar bir ayrısını taparsınız, bir gün. Vicdan dəyişər. Onun üçün də vicdan, bir millətin vicdanı bu gündən sabaha dəyişə bilər. Onu təşkil verən fərdilərin ortaq vicdanında bilincli bir biçimdə algılanmadıqca, deyir, əgər onun vicdanında bilincli düşünmək üzrə xəbərdar olaraq, bilincli, bilə alınmadıqca, yəni onun o millilik, türklüğü alınmadıqca, yəni bura gəlmədikcə sosial bir sinif özəlliyi qazanır. İctimai sınıf, təbəqə özəlliyi, vicəciliyi şeyi qazanmaz. Bunun kimi Türkçə əsilli bir kəlmə Türk xalqının dil biçimində artıq yaşamırsa, Türkçə bir kəlmə olmaq nitəliyindən də sosial bir varlıq olmaq dəyərini də qayb etmiş deməkdir. Bir dənə daha misal verir. Deyir ki, bunun kimi türklükdə belə oldu. Bunu dedi ki, gərək zehnimizdə çıxa bir kollektiv, bizim zehnimizdə çıxıb biz türkçük, oradan bilək ki, türkçük. Bunu bu dedi. İndi deyir ki, Türkçə əsilli bir kəlmə. Bir dənə əsil bir kəlmə var, Bodon kəlməsi ki, millət adındadır. Türkçə əsilli bir kəlmə. Dedim, Bodon kəlməsi. Türk xalqının dilində, dil bilincində artıq yaşamırsa, əgər bizim türkçü kəlmələrimizin içində ki, agahanə işlədək, bilə işlədək, millət yerinə Bodon işlədək, əgər işlətmirsək, bunu deyirik. Bir kəlmə, türk kəlməsi, türk xalqının dil bilincində, dil agahlığında, dilin bilmağında artıq yaşamırsa, əgər bu Bodon kəlməsi daha yaşamırsa, işlədilmirsə, türkcə bir kəlmə olmağın təliyindən də çıxar, beləsi deyək. Türkcə bir kəlmə olmaq özəlliyindən, nitəlik yəni aşkar, müşəxxəs, varlıqdan çıxar. Nə olar? Sosial bir varlıq olmaq dəyərini qayb etmiş deməkdir. İctimai bir varlıq, ictimada bir varlıq, mövcud olmaq dəyərini, ərzişini qayb etmiş deməkdir. Buracan bu oldu. Əgər deyir, bəs beləsi oldu. Deyir, əgər bir kəlmə türk kəlmədir, amma bizim onu düşünərək işlətmirik ki, bu türk kəlmədir, cümlələrimizdə işlətmirik, dedim, Bodon məsələsi məsələn. Nə olur? Bu türk kəlməsinə olmayaraq, baxmayaraq, tüm türklər bunu işlətmirlər, türk kəlməliğindən çıxar. Və toplum içində, millət içində türk kəlməsi olmaq ərzişini əldən verir. İndi biz Bodon deyə də millət deyir, nə mənə? Bodon, millət. Bu farsların toruna düşmüşük. Deyiblər ki, biz yoxuyuz. Bizdə millət var idi, Bodondur və eldir. Sənin elin nədir? Türk eliyəm. Bütünlücəkdir. Yəni, mən millətiyəm. Tamam. Bunun kimi, gerçəkdə türk törəsinə girən bir adət də türk xalqının əxlaqi vicdanında artıq bilinmir və duyulmursa, o da gərək sosial bir olay olmaq, gərək türk əxlaqında bir ilkə olmaq üzəlliklərini qayb etmiş deməkdir. Bir ayrı misalda vurur. Deyir ki, gedirik 51-ci səhifəyə keçdik. Gerçəkdə türk, bunun kimi, yəni o misal ki, indi vurdu ki, bir kəlmə türk, Bodon kəlməsini mən misal vurdum. Deyir ki, gerçəkdə, həqiqətdə türk törəsinə girən bir adətdə
türk törəsinə, yəni türk tarixində gələn rəsm rüsumuna. Törə rəsm rüsum. Ərəbcədir rəsm rüsum, törə onun türkcəsidir. Farsçada bilmirəm, bunun farsçası var ya yox. Girən bir adət də, bir adət vardı hər yerdən, gəlib giribdi türk törəsinə, rəsminə. Türk xalqının əxlaqi vicdanında artıq bilinmir. Deyir, əgər o törə ki, gəlib giribdi türk törəsinə, adət olubdu, türk xalqının əxlaqında, ya vicdanında artıq bilinmir, görünmür, tanınmır və duyulmursa və eşidilmir, duyulmaq, duymaq, yəni eşidirəm, duyulmaq eşitdirirlər mənə. Duyulmursa, o da gərək sosial bir olay olmaq. Deyir, o da ki, dünənəcən bir ictimai bir olay idi, hərəkət idi, cəryan idi, iş idi. Deyir, o da ictimai bir olay olmaqdan, ya gərək türk əxlaqında bir ilkə olmaq özəlliklərini, ya da ki, türk əxlaqında, əxlaqın da türkçəsi var, onu da bir yerdə deyəcəkdir, qabaqcan da bir yerdə deyibdir, amma indi mənim zehnimdə deyil. Ərdəm. Ərdəm də əxlaqın türkçəsidir. Ərdəm sözü, məsələn, bizdə bu çıxıbdır. Ərdəmlik yəni əxlaqlı. Deyir ki, gərək türk əxlaqında, türk ərdəmində bir ilkə olmaq özəlliklərini, ilkə yəni, məsələn, bir özünə əvvəllik, başlanğıc, ilkə olmaq özəlliklərini qayb etmiş deməkdir. Yəni, bir özün qayb edibdir, bu aradan gedibdir. Bu ifadələrdən anlaşılır ki, sosial olaylar mütləqa aid olduqları sınıfın kollektiv vicdanında bilincli duyuşlar biçimində bulunmalıdırlar. Deyir ki, bu ifadələrdən, bu misali, ifadə yəni ərəbcədir, fayda vermək. İfadə ərəbcədir, yəni fayda vermək. Bu faydalar ki, üstə verdik, yəni izhari fəzl edirik da. Yəni deyirik ki, üstə bu lüğətləri biz sizə dedik, sözləri sizə dedik. Onlardan anlaşılır ki, sosial olaylarda, ictimai hərəkətlərdə, işlərdə mütləq da, yəni mütləq, bütünlüklə, türkçəsi ərəbcədir mütləq, türkçəsi bütünlüklə aid olduqları sınıfın kollektiv vicdanında, o təbəqənin külliyyətinin, yəni əksəriyyətinin vicdanında bilincli duyuşlar, bilinc əsasına eşitdikləri biçimində, yəni qarışıqlı hisslər şəklində. Burada duyuşu hiss deyirik, duyğular biçimində qarışıqlı, yəni bir-birimizlə də belə qarışıq, nəinki üzbəyüz, beləsi deyək, bir hissi də bulunmalıdırlar. Deyir ki, tapılmalıdır. Bəs əgər bir şey varsa, o sinfin içində bulunmalıdır. Bunu istəyir deyə. Kollektiv vicdandakı bu bilinci algılara kollektiv təsəvvürlər adı verilir. Deyir ki, bu əksəriyyətin zehnində olan bu vicdan dediyimiz düşüncələrə, bu bilincili, bu bilə-bilə olan algılara, ehsaslara, duygulara, algı, ehsas, duygu aldığımız bir şey yəni. Qulağımızla, hissilərimizlə aldığımız bir şey kollektiv təsəvvürlər adı verilir. Ona deyirik kollektiv təsəvvür ki, əvvəldə misalını vurmuşduq, uzatdıq, biraz qarışdırdıq. Bu oldu. Hər bir şey ki, bir cəmiyyətin içində, bir sınıfın, dəmirçilərin, ilməhsalanların, nəqqaşların, hüquqçuların, mühəndislərin, saxtaman mühəndisləri, fabrika mühəndisləri, bunların, müəllimlərin arasında bir kollektiv fikir, əksəriyyətində bir fikir yaranırsa, o kollektiv təsəvvürdür. Bunu istəyir. Amma əgər yaranmırsa, onun əgər vücudu olmuş olsa qabaqca, amma indi yoxdur, o yəni orada kollektiv təsəvvür yoxdur və o qabaqcan olanın indi ərzişi yoxdur, qiyməti yoxdur camiədə, çünki bu işləyişi yoxdur. Kollektiv təsəvvürlər Marksın zənn etdiyi kimi sosial həyatda ətkisi olmayan kölgə olaylardan ibarət deyildir.
Deyir, Marks nə deyirdi? Marks deyirdi ki, iqtisad önəmlidir, din, filan, bəhman, bunlar hamısı da onun kölgəsidir və iqtisadda ya sosial həyatda təsiri yoxdur. Bu bunu deyirdi. İndi onu gəlir deyir ki, kollektiv təsəvvürlər ki, dedik nədir? Marksın zənn etdiyi kimi, Marksın zənn və güman ərəbcədir. Bunun yerinə bizim nəyimiz var idi türkcə? Türkcə bu zənnin yerinə bir kəlmə işlədirdik. Görürsünüz, işlətmədiyimiz üçün türk dilindən çıxıbdır. Zənnin yerinə biz işlədirdik, nə mənə? Həqs, güman. Görüm, yadıma düşər. Zənn etdiyi kimi Marksın təsəvvür, onu zənn etdiyi kimi sosial həyatda ətkisi olmayan kölgə kollektivlərdən ibarət deyildir. Yəni, bu deyir ki, kölgə deyirlər kollektiv təsəvvürlər. Əksinə, bütün sosial yaşantımız bu təsəvvürlərin etkilərinə görə biçimlərini alır. Deyir, tərsinə, əksinə, tərsinə. Əks ərəbcə sözdür, farsça deyil. Tərsinə. Əksinə, tərsinə. Aynaya baxanda biz özümüz tərs görürük. Əks görürük, tərsə görürük. Bizim sağ gözümüz gedər sol görürlər. Ona görə çox çətindir. Bəzən mən özüm deyim ki, bu mənə çox çətindir. Əksinə, bütün sosial yaşantımız, ictimai yaşamlarımızın hər sahəsi. Nədir mənə? Doğumdan tutur, doğum oyun rəsm rüsumu, yəni dedik nə mənə? Dedik da buna. Gedim baxım üstə. Törən. Doğum törənləri, uşaq kəsdirmə törənləri, məsələn, bələkləmə törənləri, yumaq uşağı, bunların hamısı olaydır. Yəni, ictimai yaşam olaylardır, ta gəlir evlənmək, ölmək hamısı bunların arasında. Doğmaqla ölmağın arasında olan həyat ki vardır, hər sahəsi dərs oxumaqdır, iş tapmaqdır, evlənməkdir, nişanlar. Bunların hamısı o ictimai həyatdır. Ətkisi olmayan, deyir ki, bunlar sosial həyatda ətkisi, təsir ki, ərəbcədə onun türkçəsidir, ətkisi olmayan kölgə olaylardan ibarət deyildir. Bunu da bildik. Əksinə, bütün sosial yaşantımız, tamam ictimai yaşantımız bu təsəvvürlərin etkilərinə, o kollektiv təsəvvürlərin etkilərinə, təsirlərinə görə biçimlərini, biçim dedik da, hər şeyi biçərik biz, paltarı biçərik, hər şeyi biçərik, o biçimlərini, yəni şiklini, formunu alır. Pəs, bizim bütün həyat yaşamımız, məsələn, biz niyə deyirik abrı? Abrı adında bir şey yoxdur. Amma bir kollektiv vicdandır. Tapmışıq. Yalandır, amma vardır. Namus. Məsələn, bu yalan bir şeydir bizim zehnimizə getir. Amma bir kollektiv təsəvvürümüz var bizim namusdan. Həya. Bu, məsələn, yalan bir şeydir, doğru bir şey deyil. Amma bundan bizim bir kollektiv təsəvvürümüz var. Bunları mən misal vurmağa istedim deyəm ki, amma bunların hamısı da bizim canlılığımızda təsir qoyur. Mühəndislik, döktürlük, savadlılıq, nə bilim, məsələn, ruznaməni qarırıq. Bunlar bizim zehnimizdə yaşamımızın hər cuşəsində təsir qoyur. Məsələn, bir vəkil hüquqdan, bir vəkil, qanun vəkili, bir nümayəndə məclis, bir ustandar, bir fərmandar, məsələn deyirəm, bir kasıb xarici kimi giyinmir, yemir, onun kimi evlənmir, onun kimi ərə vermir, onun kimi uşaqlar filan eləmir, onun fərqli bir baxışı var özünə görə. Çünki onun o sınıfı ona bir şeyləri təhmil edir. Mən bu işi, məsələn, molla məsələn, normalda gərək yaman deməyə. Məsələn, baş açıq küçədə çıxıb görünməz. Məsələn deyək. Amma məsiz çıxmaq söylə, məsələn. Çıxsa, məsələn, çox pis görünər. Məsələn deyirəm. Məsələn, biz Türkiyəlilərin kollektiv vicdanımızda Türk millətdəniz təsəvvürləri açıq və seçik görünüşlər halında belirləməyə başlanınca bütün sosial həyatımız değişməyə başlayacaqdır. Deyir, misal vurur, deyir, məsələn, biz Türkiyəlilərin, əlbəttə Türkiyə türkləri yox, Türkiyəlilərin
kollektiv vicdanımızda, bizim hamımızın vicdanımızda Türk millətindəniz. Bir Türk milləti var. Bir də Türkiyəlilər də deyirlər ki, biz də Türk millətindəniz. Belə bir təsəvvür, bu təsəvvür Türk millətindəniz dırnaq arasında təsəvvürləri açıq və seçik görünüşlər, seçik yəni seçilik da, seçilibdir. Seçilik, burada seçik yazıb, yəni seçilmiş təsəvvürlər, açıq və seçilmiş təsəvvürlər, görünüşlər, yəni görünür da. Bunlar halında, görünüşlər halında, yəni bunlar görüşmək halında, yəni hər yerə baxsız hamı deyir ki, məsələn, mən Türk millətindəniz. Əgər belə desə, bəlirməyə başladıqca, bəlirləmək, yəni aşkar olmaq, özün göstərmək, bəlirləndirmək, roşən və vazih görünmək başlayınca, deyir, belə başlasa, indi necə ki, İranda, məsələn, haray mən Türkən deyirəm, deyir, bu nə qədər bərirləyərək, görürsünüz, bu haray mən Türkən bərirləyir və başladıqca, bu genişlikcə nə olacaq? Bütün sosial həyatımız, bizim bütün həyatımızın hər cüşəsi, kitab oxumamız, ruznamə oxumamız, məcəllə oxumamız, radio, televizyona baxmamız, web saytlara girməmizin, paltar almamız, kimdən alver eləyək. Məsələn, fars cinsi almayaq, türk cinsi alaq. Bunların hamısına necə həyatımız, bütün sosial həyatımız değişməyə başlayacaqdır. O zaman ki, haray mən Türkən dedim, o bizim yavaş-yavaş sosial həyatımızı dəyişdirəcəkdir. Biz daha panfarslarla, pan-iranistlərlə, hətta türk olsalar dost olmağı azaldacağıq, gəlgidə azaldacağıq, alveri azaldacağıq, iqtisadımızda onlara bağlamamağa çalışacağıq. Onların kitabların, radioların, televizyonların alıb ya onlara baxmayacağıq. Onlara agahimizi verməyəcəyik. Məsələn, bunlar o şeylərdir ki, biz bunları çalışmağa başlayacağıq. O zaman ki, haray mən Türkəm genişləşdikcə bu daha çox olacaqdır. Niyə? İndi Türk millətindəniz bu düşüncə dediyimiz üçün dildə, estetikdə, əxlaqda, hüquqda, hətta din həyatında və fəlsəfədə, yəni düşüncədə Türk kültürünə, Türk zövqünə, Türk vicdanına görə bir orijinallıq, bir özgünlük göstərməyə çalışacağız. Pəs o zaman ki biz dedik, Türk millətindəniz, haray mən Türkəm, Türk millətindənəm, o zaman ki bunu dediyimiz, yəni o zaman ki dediyimiz üçün, o zaman ki dedim haray mən Türkəm, dilimizdə, dildə, hünərdə, estetik hünər, əxlaqda, dedim əxlaqın türkçəsi nə oldu? Ərdəmdə, hüquqda, qanunda, bunun da yasadır türkçəsi, yasada, hətta dində, ki mən dünən bunu Cünas TV'də biraz açıqladım, din həyatında, biz bunların arasını ayrı-ayrı yaşırıq da, din həyatında və fəlsəfə dedik, nədir? Fəlsəfə düşüncədir. Fəlsəfə çox əcib bir söz deyil. Fəlsəfə türkçə düşüncə. Düşüncədə Türk kültürünə, Türkün zövquna, zövq dedik ki, hər şey ki dadırıq da, indi rəvani dadırıq ya ağzımızla dadırıq. Ağzımızla dadanda maddi dadırıq, zövqumuzla, fikrimizlə, düşüncəmizlə dadanda da bir də bir zövqüdür. Dadırıq falan kəsin zövqü var, yəni musiqi zövqü var məsələn. Yəni onun bu gücü var. Bu başarısı var. Türk zövquna, Türk vicdanına görə bir orijinallıq. Bir orijinal nə deməkdir? Latincə bir sözdür. Giribdir türkçəyə də. Yəni bir əsillik. İndi bunun daha orijinal. Özlük. Orijinallıq, yəni özlük, bir özgünlük. Özgünlük də yəni mənimkilik, özünə olmaq, özünə aid olmaq, mənə aid, özünlük göstərməyə çalışacağız. Mənimdir deməyə çalışacağıq. Beləsidir. Özgünlük yəni mənimdir demək, mənimsəmək. Mənimsəyəcək, göstərməyə çalışacaqdır. Yəni onu hamıya göstərməyə çalışacaq ki, mənim dilim mənimdir. Dünün onun üçün dedim, imamlar, mən bunu qabaqdan demişəm, ya şiəlik. Biz özümüz tərif edəcəyik. Farslar deyirlər, məsələn, imamı sən gündə arvad alardı, boşardı. Biz bu imamı qəbul edəmirik. Bu əyyaş bir imamdır.
İmamlar neçə dənə nökəri var idi, külfəti var idi. Biz bu imamı qəbul eləmirik. Bir imam ki gedir bir ayrı azad adamı əsir tutublar, gətiriblər, onu alır, gətirir ki, özü duvara əsir eləsin. Biz bu imamı qəbul eləmirik. İndi biz istiyoruz imamımız olsun, gərək özümüz tərif edək. Mən bunu dünən Günnazda da bir az açıqlamışam. Dostlar istəsələr dedim, məsələn, İslam hər torpaqda gedirsiniz, hər millətinizə İslam onları müsəlman eləyibdir. Onlar namaz qılırlar, oruç qılırlar, amma hər kəsən öz paltarı ilə, öz fikrində o İslama giydiribdir. Hər kəsin öz giydiyi kimi, heç kəs ərəblər kimi giyinmir. Hətta Allahı da ərəblər kimi düşünürlər. Namazı da ərəblər kimi düşünürlər. Fərqlidir. Çünki ərəbin düşüncəsi Türk ilə, Bəluç ilə, Türkmən ilə, Əfqanlı ilə, Pakistanlı ilə, Hindili ilə, Bangladeşli ilə, Malezili ilə, Endonezili ilə, Misrili ilə, Sudanlı ilə fərqlidir. Hərəsinin fərqli olduğu üçün də fərqli kültürlərin rəngin dinə verirlər. Biz Azərbaycanlılar şiəliğə rəngimizi verməmişik. Farslar rəhlərini veriblər, biz farsların üçün içirik. Məsrəf edirik, tükətirik. Nə verirlər? Sən verirlər, biz o səmmi içirik din adına. Pəs burada, İslam ümmətindəniz. O qabaqca demişdi, biz bu 3 dənə şüarımız olmalıdır. Türk millətindəniz, İslam dinindəniz və Qərb ya Batı mədəniyyətindəniz. İndi bu onu neynir? Açıqlır. İslam ümmətindənizi deyəcək desək, beləsi bir şey nə olacaqdır? Bunu dediyimiz üçün, dediyimizdən sonra yəni bizə görə ən kutsal kitab Qur'an-ı Kərimdir. Farslara görə Qur'an-ı Kərim ən kutsal kitab deyil. Qanun əsası ki 57-də, 58, 59-da, 58-də yazdılar. Hər halda qanun o ili mühümdə 57-də, 58-də yazdılar. Orada deyir ki, kutsal kitablar sayında Zərtüştünün kitabın kutsal sayır. Çünki İranlıların, Farslarındır. O halda ki biz hələ bilmirik Zərtuş vardı, Peyğəmbərdir ya yoxdur, Allah tərəfindən kitab gəlmə yox. Amma o birisilər hətta Qur'anı qəbul edir, bəli onu qəbul eləmir Zərtuşli. Amma Farsların tüm inancıları onadır, onu getirdiklər qanun əsasında müqəddəs ediblər. Diqqət buyurun, bunu ona görə gətirdim dedim. Deyir ki, o zamandan ki biz İslam ümmətindəniz bunu dediyimizdən dolayı bizə görə ən kutsal kitab, kutsal müqəddəs kitab nə mənadır? Qur'an-ı Kərimdir. Ən kutsal insan, ən müqəddəs insan da kimdir? Müqəddəs saysaq, Qur'anı da müqəddəs saysaq. Diqqət buyurun, bəllidir, Türkiyədə kutsal sayılır. Bizlər kutsal saymırıq. Bizlər deyirik, bunlar kitabdır, o da insandır. Necə ki, Həzrəti Məhəmməd özü deyir ki, əlbəttə bilmirəm bu cümləni necə, əşhədü ənnə Məhəmmədən əbduhu və rəsuluh, and verirəm ki, Məhəmməd, Peyğəmbər özünə deyir ki, şəhadət keçirəm ki, Məhəmməd, hangi Məhəmməd? Mən özüm Məhəmməd, ya bir ayrı Məhəmməd. Məhəmməd Allahın rəsuludur, göndərilmişidir. Bunu bilmirik. Amma hər halda o orada deyir ki, Məhəmməd əbduhu və rəsuluh. Allah, Peyğəmbər Allahın əbdidir, insandır yəni. Ya ayrı ayətlərdir. Hər halda Məhəmməd kutsal deyil, bir insandır. Amma Türkiyədə və İslam dünyasından kutsal baxılır. Biz də bu kutsallığa ehtiram qoymalıyıq. Həzrəti Məhəmməddir ən kutsal tapınaq. Tapınaq dedik nədir? Məbəd. Tamam, məbəd tamam düşüncələrin. Məsələn, Torontoda bir park var, Leslie Park adında. Onun bir tikəsi var dalda da. Açıqdır, dövrəsi şimşad ağaçları ilə tutulubdur. Orada bir də 2 dənə əlbəttə giriş yolu var, giriş-çıxış yolu var. Orada yekşənbədən yekşənbəyə İran içində Sandeylər günü orada ora bir məbəddir. Üst açıqdır da, heç tikilisi yoxdur. Ora çevrəçilər, onlar ki təbiətə inanırlar, təbiətçidirlər, Allahları təbiətdir məsələn deyək. Onlar gələrlər ora, bəziləri lütlənərlər, şortlarında çıxadarlar, gözəl-gözəl arvadlar, kişilər şortlarında çıxadarlar, orada ibadətləri var özlərinin.
o ibadətləri yerinə gətirərlər. Fırlanmaqdır, əyilmaqdır, düzəlməkdir, sağa, sola, yerə, göyə təşəkkür eləməkdir. Əcib ibadətləri vardı. Mən 2-3 kərə getmişəm, şahid olmuşam. Bir kərə də icazə almışam, film götürmüşəm. Amma çünki açıqdılar, insanlar şortsuzdular. Övrətləri yəni görünür. Onun üçün yaymamışam. Mənim belə bir şeyim var. Özüm də çoxdan da heç baxmamışam. Görəm, əlbəttə gözəldirlər də, bunu deyim. İnsanlar çox gözəldirlər. Yəni pəs, o da onların məbədidir. Hər yer ki bir ibadətə, hətta deyək məsələn bir salon var, ora marksistlər toplanırlar. Orada ən mühüm, o da onların məbədidir. Bunlara türkcə nə deyilir? Tapınaq. Kəbədir. Kəbə də pəs ən qutsal, müsəlmanlar üçün ən qutsal tapınaqdır. Ən qutsal din də nədir? İslamiyyətdir. Baxın, din ilə Qur'anın, Məhəmmədin və şeyin fərqi var ha. Yəni din özü bir şeydir. Kəbənin fərqi var. Kəbə bir şeydir, Məhəmməd bir şeydir, Qur'an bir şeydir, İslam da bir şeydir. İndi İslam Qur'andan fərqlidir. Diqqət buyurun. İslama o qədər hər millət öz şeyini qatıbdır. İslam Peyğəmbər gətirdiyi deyil. Bugünkü İslam Peyğəmbər gətirdiyinin yanında milyonlar bərabər çoxdur. Milyonlar qat Həzrəti Məhəmməd dediyi İslamdan çoxdur bugünkü İslam. Kim gətirib bunu əlavə eləyibdir? Millətlər, dövlətlər, mollalar, mənfəətləri olanlar. Qutsal din İslamiyyət olacaqdır. Bu da bu. Batı mədəniyyəti deyəndə nə? Diqqət buyurun. Batı mədəniyyətiniz, Batı mədəniyyətindəniz deyəndə nə olar? Dediyimiz üçün ona görə də elmidə, fəlsəfədə dedik düşüncə, fənnilər, işlər, teknolojilər və ha belə dedik, fən türkcədə hünərə də deyilir, tekniklərə də deyilir, əbzara da deyilir, maşınlara da deyilir. Fənnilər və digər çağdaş sistemlərdə, çağdaş müasir, hər nə müasir, hər kəsənin öz yaşadığı dövrdə gördükləri sistemlər, hər nə sistemi olur olsun, iqtisad sistemi, alver sistemi, bank sistemi, biymə sistemi, məhkəmə sistemi, polis sistemi, hər nə sistemi olur olsun, internet sistemi, mahvarə sistemi, uydu mahvarə sistemləri tam bir Avropalı kimi hərəkət edəcəyiz. Deyir, pəs, deyəndə türküq onlarda İslam mədəniyyətin, dinimiz İslamdır bunlara və deyəndə ki, Batı mədəniyyətinizdə bunları deyir ki, yaşamalıyıq. Bunları yaşamalıyıq. Kollektiv təsəvvürlər. Mən fikir edirəm ki, bir saatı geçdik. Bir paragrafı da oxuyayım, qurtulsun, o birisi paragraf qalar bu səfədən gələnki günə. Kollektiv, çünki iş üstəyəm də əcələ eləyib getməliyim. Kollektiv təsəvvürlər yalnız toplum qavramlarına məxsus deyildir. Pəs, deyir ki, kollektiv təsəvvürlər dedik, insanlarda olur. 3 dənə də misal vurdu ki, biz deyəndə türküq, müsəlmanıq və qərbi mədəniyyətin qəbul edirik. Bunlarda nə etməliyik? Deyir ki, indi yalnız toplum qavramlarına, sadəcə deyir, ictimada olan qavramlar, sözlər, düşüncələr, qavramlar, yəni düşüncələr, məfhumlar. Məfhumun türkcəsidir qavram. Məfhumlar, qavramlar deyir, fəqət bu ictimai qavramlara, terminlərə məxsus deyil, özəl deyil. Məxsus kəlmə ərəbcədir, onun türkçəsi özəl, özəl deyildir. Millətlər, üzrsə, mitlər yəni usturələr. Mənkibələr dedik ki, yəni o dini bir şeylər dedik, onları məsələn, mənkibələr dedik, Məkkiyə gedəndə, Məşədə gedəndə, Quma gedəndə bir çavuşlar, zatlar gələrlər, bir şeylər oxuyarlar ha. Ya məsələn, zorxanalarda, ya sufların toplandığı yerlərdə, sirələrdə bəzi şeyləri oxunar, onlara deyərlər mənkəbə. Masallar dedik ki, nəqillər, hekayələr, əfsanələr. O nağıllar ki, tarixdədir kökü, amma biraz da ola bilər, məsələn, yalandır. Məsələn, fikralar dedik, coşlar. Coş təhqiramizdir, fikra gülməcələr. Bunlar fikradırlar. Dini inanışlar. Dində bizim inancılarımız var ki, dinə rəbti ola bilər, olsun, olmasın. Məsələn, dedik, abrı, həya, namus,
ərz edeyim xidmətinizə. Məsələn bunlardan ki dində yoxdur. Məsələn kişi arvadın sahibidir. Ya dədəninə uşağın sahibidir. Dində yoxdur belə bir şey. Amma onlar orada deyir ki, belə bir şey var. Əxlaq, hüquq, qanunlar, ekonomi, iqtisad, fənn, dedik, texnoloji alanına, alan ərsə, meydan, hövzə alanına aid qurallar, yəni həm qanunlar, həm təşkilatlar. Bunların hamısını tutur. Qural deyəndə fəqət qanunu tutmur, təşkilatları da tutur. Qurallar və təşkilatlar. Bilim, elm, fəlsəfə, düşüncə ilə ikili görüşlərdə birər kollektiv təsəvvürdən ibarətdir. Bilim və fəlsəfə ilə ikili görüşlərdə deyir, hər o şey ki, ikili görsənir. Gecə gündüz məsələn. Şeytan, Allah, insan şeytan, ruh, cism. Bu cür bir şeylə, ikililər. Deyir, bunlar da görüşlərdə birər kollektiv təsəvvürlərdən ibarətdir. Bunlar kollektiv təsəvvürlərdən ibarətdir. Mən dedim, Zərtuştu da misal vurdum ki, İran qanunu əsasında bunu getirdiblər. Onların, farsların kollektiv təsəvvürlərində Zərtuş peyğəmbərdir, Allah tərəfindən gəlibdir və onun kitabı da müqəddəsdir, Qur'ana tabi. O halda ki, Qur'an onu qəbul eləmir. Amma onu yerləşdirir, çünki o farsların kollektiv təsəvvürüdür. Bizim kollektiv təsəvvürümüz deyil, türklərin kollektiv təsəvvürü deyil, ərəblərin kollektiv təsəvvürü deyil, məcus deyirlər onlara. Dini inancın və teorinin tərsi sayılan törənlər və eyləmlər belə öncə zihnidə tasarlandıqdan sonra yapıldıqları üçün gerçəkdə birər kollektiv təsəvvürlərdən ibarətdirlər. Bu da o şeydir ki, mən toziklə vermişdim, amma yenə də burada deyir ki, dini inancın, biz din adına dediyimiz inancılar, nəinki dinin içində olanlar, dedik, dini inancılar, inancın və teorinin tərsi. Bir inanc vardır dində, onun tərsi deyirik də. Məsələn, deyir ki, filan şey haramdır. Məsələn, rüzul. İranda bahlar dünya bahlarından çox nuzul alır. Yəni, məsələn, Kanadada nuzul, ev alırsan, gedirsən, banca alırsan. Məsələn, mən özüm nuzul verirəm banca. Riba deyirik ərəbcədə. Nuzul da ərəbcədir. Türkcəsi bunun nədir? Üstədir, nədir? Belə bir şeydir. Baxaram, yenə bu yadıma düşər deyərəm. Məsələn, biz burada riba veririk, nuzul veririk, izafə bir şey veririk. Neçədir? Hər 100 min dolara ildə mən verirəm 2.75. Hər 100 dolara 2 dolar 75 sent ildə mən onlara şey verirəm. Məsələn, 200 min dolar mən götürmüşəm, ildə 4.000 dolar. 4.000, yaxşı 5.000 dolar mən, 5.000 dolardan biraz o üzbüyüz, mən bunlara pul verirəm. O halda ki, İranda 200 milyon götürsəz, gərək ona məsələn 35%, 30% nuzul verirsiniz. Yəni 260, məsələn 260, ildə gərək 60 milyon siz ona gərək nuzul verəsiniz. Odur. Onu deyilir. Məsələn, bu nədir? İkilidir. İslam deyir, yox. Bunlar deyir, həm alırlar. Bunlar dinin cinan və teorinin tərsinə sayılan törənlər, indi İranda olubdur nuzul, törən və eyləmlər, işlər. Məsələn, İslamda deyib, hər şey ki, sağlığınıza zərəl vura haramdır. Siqar haramdır, tiryək haramdır, alkol haramdır, hər nə ki, zərəl sağlığınıza vura haramdır. Amma bunlar gedirlər, o işləri görürlər. Deyir ki, bunlar nədirlər? Bunların tərsi olan eyləmlər, dedik, işlər, filanlar, bəhmanlar. Məsələn, deyir ki, kişi də fahişədir, arvad da fahişədir İslamda. Deyir, bunlar, məsələn, gedirlər bu işin dalıca. Öncə zehnidə, əvvəl insanın zehnində ya toplumun zehnində tasarlanmaq, yəni şəkillənər. Zehnidə bunu, məsələn, fərz buyurun, mən əvvəl əraq içməzdim, indi məsələn əraq içirəm. Əvvəl deyirəm ki, haramdır, sonra deyirəm, baba, nə olacaqdır? Məsələn, bir dəfə içirəm, biraz azalır onun haramlığı, gedirəm, tövbə edirəm, gələn dəfə biraz çox içirəm, yenə də gedirəm, tövbə edirəm, azalır bu səfər qorxum. O birisi dəfə, yavaş-yavaş, 10-cu dəfə qorxum gedir, əslində tövbə də eləmirəm.
Ha, bu o zehnidə nə olur? Tasarlanır. Yəni tolid olur. Tolidin bir anlamıcılıq üretimdir, bir anlamı da tasarlanmaqdır Türkçədə. Tasarlandıktan sonra zehnidə tolid olandan sonra yapıldıkları üçün zehnidə tolid olur. Ondan sonra biz bu işi görürük. Əvvəl deyirik nuzul haramda, əvvəl almırıq. Bahınca getmirik, ora getmirik. Amma sonra ehtiyac bizi məcbur edir. Zehnimizdə bir baba cəhənnəmə görə hamı alır, biz də gedək qalaq da. Hamı cəhənnəmə gedər, biz də gedərik məsələn. Gedirik onu alırıq. Bunlar üçün gerçəkdə birər kollektiv təsəvvürdən ibarətdir. Bunlar bir kollektiv təsəvvürdür. Məsələn indi görürsünüz ki, hamı deyir ki, mən məsələn gözəl olmalıyam. Diqqət buyurun. Nədir? Burnumu, gözümü, qaşımı, üzümü, dodağımı, çənəmin altın, sinəmi, belimi, oramı, buramı, yancaqlarımı əməl eləməklə gözəl olacağam. Bu bir kollektiv təsəvvür. Hamının zehninə keçibdir. Nə cür? Motiv vuracağam, başımı rəhləyəcəyəm, dırnaqlarımı uzaldacağam, məsnu dırnaq qoyacağam. Bu kollektiv təsəvvürdür. Məsələn, hamı deyir ki, mühüm deyil ki, gözəllik, zahir gözəllik mühüm deyil. Fikir, amma heç birimiz fikrə əhəmiyyət vermirik. Hamımız pulun dalısıcanıq. Bu o kollektiv təsəvvürdür. Bu pulun dalısında olduğu üçün, məsələn, mühüm deyil, ərimiz var yox, arvadımız var yox. Biz eləyə bilirik hamı ilə dost oluq. Çünki pul bizə bu şeyi verir, fikrin dəyişikliğini verir. Ya, məsələn, hamının yalandan çek yazıb, hamının pulunu alıb, rişvət, ixtilas eləyə bilərik. Bu kollektiv təsəvvürdür. Yəni, zahirdə bunun tərsi fikirləşirik, ha? İkili, yox, rişvət haramdır, ixtilas pisdir. Amma hamımız bu işi görürük. Bu kollektiv təsəvvürdür, bizdə yaranır. Hər halda bir paragraf qaldı 51-ci səfədən ki, 51-ci səfəni qutaraq, amma üçün uzundur, bu qalsın, yarın oxumağa, mən də işimə davam edeyim, çox gecə qaldım. Əziz dostlar, sizin huzurunuzdan və qulaq asmazdan təşəkkür edirəm. Yenə də deyim ki, bizim bir böyük sorunumuz var. Dostumuz ki, ələn qulaq asır, xahiş edəcəyəm bu sorunu diqqət buyursun. Dostum, əgər İran talibanları ilə Əfqanistan talibanları savaşalar, Azərbaycanlılar və türklər İranda nə edəcəklər? Əcəba biz farsların yanında durub farsların mənafiyi üçün yenə də Əfqanlarla savaşmalıyıq, yoxsa qıraqda durmalıyıq, İran və farslar şikəst yeyələr, İran hətta işğal ola və biz bu işğaldan istifadə edib dövlətimizi quraq. Sağ qalın, səlamət qalın.